İndi isə Berimex brendimizə aid professional e-mail necə əldə etmək olar, sizə onu göstərəcəm. Bu nədir? Biz indiyə qədər bəzi səhifələrdə support@berimex.com deyə öz e-mailimizi qeyd edirik ki, insanların sualı olanda bu cür e-mailə suallarını göndərsinlər və biz də cavablayaq. Hətta onlar bura mesaj yazanda da bütün sualları bu e-mailə gəlsin. İndi isə biz bu e-maili necə ala bilərik, sizə onu göstərəcəm. İndi isə biz bura Google-a giririk və bura G Suite yazırıq. gsuite.com yazdıqdan sonra qarşınıza bu cür bir səhifə açılacaq və buradan Get Started eləyirik və bura öz brendimizin adını yazırıq. Hansı ki, brendimizin adı Berimex-dir. Burada soruşur ki, neçə dənə işçiniz var səninlə bir yerdə. Məsələn, mən bir nəfərəm, ona görə Just You deyirik. Yəni, brendimiz elə də böyük deyil. Azərbaycan olmağı problem deyil. Və buraya yazırsınız Berimex Shop. Current email adresdə isə Shopify-a hansı e-mailini açmısınızsa, həmən e-maili yaza bilərsiniz. Məndə Zabbar Comsolder edirsən, Zabbar Comsolder@gmail.com. Deyirsin, domeniniz varmı? Bəli, varımızdır. Domenimizin adını da buraya yazırıq. berimex.com. Buradan giriş elədikdən sonra qarşınıza bu cür bir səhifə gəlir və I understand eləyib keçirsiniz növbəti səhifəyə. Və indi isə onlar sizə planları göstərirlər ki, bunun aylığı neçədir və necə olur, nələr burada daxildir. Yəni bu qiymətlər burada yazılır. Məsələn, annual plan bizə bəs eləyir, yəni 10 evroluq da bəsdir. 14 gündə free trial verirlər istifadə eləmək üçün. Deməli belə, əgər siz istəyirsinizsə bunu ödəyib buna başlaya bilərsiniz. Yəni kartınıza əlavə edə bilərsiniz, hətta sonra ödəməyə də bilərsiniz. Buradan məzəndən də dəyişmək mümkündür. 10 dollardır, aylıq əslində elə göstərir. Ancaq ki bu yəni elə də vacib deyil ödəmək. Ancaq yəni 14 günlük qeydiyyatdan keçib sadəcə e-mail əldə etməyiniz yetərlidir. Bura bir dənə hər hansısa bir içində 1-2 dollar olan kartınızı əlavə eləyib hələ ki e-mail istifadə edə bilərsiniz. Yəni ala bilərsiniz. 14 gündən sonra sizin kartınızdan 10 dollar çıxmaq istəyəndə siz o ödənişi eləməyin. Çünki biz hələ ki satış eləməmişik və pul qazanmamışıq deyə bu e-mailə pul ödəməyin mənası yoxdur. Ancaq ki bu e-mail indidən yiyələnməyiniz də bir problem deyil. Çünki ən azından bir neçə ay pul ödəməsəniz belə sizə gələn support e-mailləri bu e-mailə gələ biləcək. İndi isə adres line-dan, yəni siz öz adresinizi yaza bilərsiniz. Məsələn, biz qeydiyyatdan keçməmişdən qabaq Azərbaycan qoyduğumuza görə burada da elə Azərbaycan adresini bizdən soruşur. Gördüyünüz kimi heç bir ölkə falan soruşmur. Çünki Azərbaycan kimi bilir bizi. Ona görə də buradan istədiyiniz Azərbaycan adresinə aid adres qoya bilərsiniz. Fərqi yoxdur. Və bu cür də istifadə edə bilərsiniz. Deməli, burada name-də çalışın öz adınızı yox, həmişə brendinizin adını istifadə edin. Berimex Shop yaza bilərsiniz. Postal kodu əlavə edəndə o AZ-ni silin. Sadəcə 1124 qalmağı yetərlidir. Məsələn, AZ 1130 deyil. Məsələn, AZ-ni yazmayın, sadəcə rəqəm yazın 1124 belə bəs eləyir. Və burada nəqliyyat continue eləyirik. Və onlar mənim kartımı yoxlayacaqlar hal-hazırda. Əlavə edirik, continue to setup elədikdən sonra biz artıq əsas hissələri keçdik. Next. Bunların hamısını keçin. İndi isə burada protect hissəsində, yəni deyir ki, domains verify eləməliyik. I'm ready to protect my domain eləyirik. Buradan artıq ikinci stepə keçirik. İkinci stepə keçdikdən sonra isə burada TXT verification var. Bu kodu buradan götürdükdən sonra gəlirik bura domain hissəmizə. Berimex.com-a tıklayırıq və burada switch to email hosting hissəsinə tıklayırıq və bunu bura əlavə edirik. Əlavə edildikdən sonra da save edirik və beləliklə bizim email hostingimiz G Suite-ə çevrilir. Burada gördüyünüz kimi və protect domain eləyirik. İndi onlar aralarındakı əlaqələrini
yoxlayırlar ki, həqiqətən də Shopify-a bu əlavə olundu mu, olunmadı mı? Burada bu prosesin 5 dəqiqə keçə biləcəyini sizə deyirlər və səhifəni bağlamamağınızı bildirirlər. Az bir vaxt keçdikdən sonra sizə bu cür bir bildiriş gələcək və buradan continue edə bilərsiniz. Və indi də gördüyünüz kimi biz protect elədik və activate elədik. İndi isə burada deyir ki, create new users, yəni hər hansı bir işçiniz və komanda yoldaşınız varsa bura əlavə eləyə bilərsiniz. Bizim yoxdur deyə bunu skip eləyirik. Və skip elədikdən sonra keçirik növbəti səhifələrə. You are on your way, Bermex. Yəni hər şey yaxşıdır görünür, heç bir problem yoxdur. İndi isə nə edirik? Biz oraya qoyduğumuz parolu da xatırlayırıq. İndi gmail.com-a giririk. Girəndən sonra gmail.com hissəsinə girdikdən sonra biz həmən o support-la başlayan e-mailimizi buraya yazırıq. support@berimex.com və burada parolumuzu yazırıq. Və parolumuzu yazdıqdan sonra bizim Gmailimiz normal Gmaillər kimi açılır brend olaraq. Baxın, hələ hətta burada Chrome-da, təzə Chrome-da yarandı bunun üçün. Təzə profil olaraq. No thanks. İstədiyiniz kimi dizayn edə bilərsiniz. Get started və bu cür şəkildə bizim artıq brendimizin də domeni, brendimizin e-maili, professional e-maili artıq hazırdır və aktiv şəkildədir, hər şeyimiz yerindədir. Bunları aça bilərik artıq ki, təzə e-maillər gələndə xəbərdar olaq hər şeydən. İndi isə gəlin support e-mailimizi yoxlayaq, baxaq görə bizdən e-mail gələndə nə cür görsənir. Buradan yeni e-mail yaradırıq və biz bura var olan hər hansısa Shopify-dakı lap əvvəlki e-mailimizə bir dənə sıradan bir e-mail göndərəcəyik ki, görək çatırmı, çatmırmı. gmail.com və buradan da bunları fikir verməyin. Buradan da nə gəldi yaza bilərsiniz. Send eləyirik və keçirik öz e-mailimizə, baxaq görək buradan e-mail gələcəkmi bizə yoxsa yox. Gördüyünüz kimi gəldi və Berimex Shop deyə bir başlıq altında, yəni bizim adımız budur, Berimex Shop və e-mailimiz də bu şəkildə gəlib. Demək ki, bizim artıq support e-mailimizdə işləyir. Biz bundan sonra müştərilərlə daha rahatlıqla danışa biləcəyik.